Ey iman əhli, Ramazan ayı sizə gəlir. Bərəkətlə, rəhmətlə, məğfirətlə. Şəhrun huvə indəllah əfzəlüş şuhur. Bütün ayların üstünü. Bu elə bir aydır ki, Peyğəmbər deyir, bu ayda qonaqlığa dəvət olundunuz. Və cuiltum fihi min əhli kəramətillah. Allah sizi bu qonaqlığa dəvət eləməyinə kəramətlilərdən qərar verdi. Ləyaqətlilərdən, şərafətlilərdən, üstünlərdən qərar verdi bu aya dəvət eləməyinə sizi. Ənfasukum fihi təsbih, nəfəsləriniz zikr, nəumukum fihi ibadə, yuxuvuz ibadət, əməlukum fihi məqbul, əməlləriniz məqbul, qəbul, duaukum fihi müstəcab, dualarınız müstəcabdır. Ondan sonra deyəcək sözünü, fəsəlullah, istəyin Allahdan. Nə? Fəsəlullah Rabbakum, Rəbbinizdən istəyin. Bin niyyatin sadiqə.